Stereotipləri çox idi. Qanat çırpırdı, barmaqlarını oynadırdı, bəzən ucunda gəzirdi. Başını sağa sola çox tez fırladırdı, boynunu əyirdi. Hətta çox stereotipləri var idi. Bir də səsə qarşı çox böyük reaksiya verirdi. Biz onu bərabər aparanda rahat bir şəkildə onun saçını kəsdirə bilmirdi, ağlayırdı, qorxurdu. Evdə pilisosu qoşanda ağlayırdı, pilisos səsinə reaksiya verirdi. Saçını ümumiyyətlə fenləməyə icazə vermirdi, amma şükür ki, bütün bu təlimlərdən sonra artıq hər bir şey öz qaydasına düşdü. Artıq rahat bir şəkildə biz onu bərbərə də aparırıq. Saçını fenləyir, hətta özü filmi gətirir ki, mama saçımı fenlə. Yəni cümlələr qurmağa başlayıb. Çünki anlama, qavrama da yox idi evində. Ümumiyyətlə sıfır səviyyəsində idi. Ümumiyyətlə heç bir diqqət dağınıqlığı, adına reaksiyası yox idi. Heç bir komandanı icra etmirdi. Və 2 yaş 11 aylıqda hal-hazırda və çox böyük irəliləyişlər var. Yəni evin tamamilə dəyişib. Tamamilə dəyişib. Bəli, özünü ifadə edir, komandaları icra edir. Dediyim hər bir şeyi demək olar ki, anlayır. Analiz bacarıqlıdır, oyun qurur, uşaqlarla qarşılıqlı ünsiyyətə girir. Çünki bizdə ünsiyyət problemi də var idi. Uşaqları görəndə o qaçırdı, uşaqlara yaxınlaşmırdı ümumiyyətlə, təkliyi sevirdi. Amma indi elə deyil, uşaqlarla oynamağı sevirdi. Amma indi çox şükür ki, bəli, artıq 20 yaşlarına çatıb, həm nitqi olsun, davranışları olsun, komandaları icra etməsi olsun, anlama, qavrama, hər şey öz qaydasındadır. Çox sağ olun.